Mehriban, mahnının üstündə qalmaqal yaşadın və həm də Ruslan da etirazını sosial şəbəkədən bildirmişdi. Çünki şairlərin sözlərini değişmiyor. Çünki bizdə bəzən müğənnilər də götürür. Səndə necə oldu ki, duet oxudun və etirazı özdə söz ustadlarını və mahnını çıxartmadınız? Niyə? Mənim bir dostum var, Pərviz adında. Allah rəhmət eləsin, anasız uşaqdır. İndi öz ayağının üstündə duran uşaqdır da. Mən heç nə demədim. Və orada gördüm ki, bu mahnını cover kimi balaca elə bilə, yəni bir nəqarətli mahnı çıxartmışdı. Qayıtdı dedi ki, bir dənə sən oxu, bir dənə mən oxuyum. Bir dənə oxuyanda qayıtdım dedim ki, bu nədir ki beləncini? Dedi ki, Allah rəhmət eləsin. Vüqar Biləcərinin sözləridir. Mən də açıq heç çox şey eləmədim, elə oxudum. Oxuyandan sonra... Amma o mahnı Orxan Lökbətanını oxumuşdu əvvəl. Hə, oxuyubdum. Mən açığı Orxandan Vüqar. Orxanla Vüqar onu açığı deyim, mən heç birisini bilmirəm. Bəli. Yəni, mən yalan danışa bilmərəm. Yəni, mən heç bilmirəm. Orada sözlər də səhv imiş, düz imiş. Gəlin baxaq bir dənə ona. Hazırdır mı video görüntü? Gəlin bir dənə baxaq. Gəlin baxaq, sonra danışacağız ki, fikrin olsun. Buyurun. O qədər günahların var, birdən üzümüzə gəlsən. Məni bağışla ya inan, tanıya bilmədim səni. Məni bağışla ya imam, tanıya bilmədim səni. Ala verdim, almadım salam, tanıya bilmədim səni. Sən dəyişmisən yaman, tanıya bilmədim səni. Tamam, tanıya bilmədim. Yəni, tam dəyişmisən də. Siz nə inanmışsınız? Orada deyir ki, imam sözü deyir. Məni bağışla ya imam. Ya və imam. orada Vüqar kupleti deyəndə Ruslan buyursun, Ruslan bir dənə açıqlama Duet versin. olduğu üçün orada deyir ki, ya imam. Məndən imam olmaz da, yəni təbii. Ya imam, yox. Biz deyirik Allah, Məhəmməd, ya Əli. Biz ya Əli deyəndə, ya ona demirik. Birincisi, yar demir axı. Tarix olar bir dənə açıqlama verin. Sən deyirəm, buyur. Üzr istəyirəm. Deməli, orada bəlkə kadrda fikir verdinizsə, Vüqar o sözü işlətməmişdən qabaq ayağa durdu. Ayağa durdu, orada bir imama müraciət elədi, o ehtiramından irəli gəldi. Və orada imam deyir. Ya imam. Ya imam, tanıya bilməyəcəm, məni bağışla ya imam. Və o sözü dəyişiblər orada. O Mehriban xanımın oğlanın oxuduğu 3 misra Vüqarın öz orijinal 3 misrası olaraq qalıb. Vüqarın 3 misrası orijinal olaraq qalıb. Axırıncı sözü dəyişiblər ki, məni bağışla, ya inan, belədir də, düzdür, inan. Hədə yəni, ya məni bağışla, ya inan. Məndən çox siz qulaq asmısınız. Bəli. Necə? Məndən çox siz qulaq asmısınız. Qulaq asmamışam, Əzbərləmişsiniz. əzbərləməmişəm. Qarşıma çıxıb, görmüşəm, orada düz eləməyiblər. Mən də etirazımı bildirmişəm. Düz eləmişsən. Birinci növbədə Vüqarın qardaşı olaraq, Vüqar bir dünyada yoxdursa biz varıq, Mən Vüqar qardaşları var. bəyin qardaşından həqiqətən icazə almışdım. Yox, Yox, qardaşına icazə icazə verə almamışam. bilməz. Yox, qardaşından icazə nə nə mənada? mənada? Deyil. Bir dənə Bunlar üzr söz istəyirəm. sözlər. Vüqarın qardaşı başqa sayən adam. Olar mən bir dənə ətraflı izah verim. Xanım, Qaridarı o deyil. xanım. Yox, varidat demirəm. Söz xiridarı bu Xanım, insanlardır. Onlar olar mən etirazı, izah qardaşı başqa verim. işin Üzr istəyirəm. peşəsində. Hər kəs də məni tanıyır, mən hansı düşüncənin yiyəsiyəm. Mən orada etirazımı yazmamışdan qabaq birinci Vüqarın qardaşına zəng vurdum. Dedim, bu məsələdən sənin xəbərin var, yəni bir icazən var buna, sən ona razı. O icazə də versəydi, belə mən etirazımı bildirəcəkdim. Allah. Amma mən ondan birinci soruşdum. O dedi ki, mən oğlanın nömrəsini tapmışam, yığmışam ki, bu nədə eləmişsiniz? Deyir, o da qayıdı ki, biz sadəcə, dedi, biz sadəcə YouTube üçün elə belə oxumuşuq onu. Olmaz. Mən də ondan sonra o disə də belə mən etirazımı bildirdim. Ne üçün? İndi siz təsəvvür edin ki, mən götürmüşəm Sami Yusufun mahnısını. Əhvələ günahı Allahu Allah. Değişmişəm, o eləmişəm ki, əhvələ günahı ya inan, inan. Bu nə dərəcədə doğrudur və gülünc görsənir. Ona görə mən etirazımı bildirmişəm ki, onu Vüqarın mahnısına da eləsələr, Yaşarın da, Orxanın da, bala, fərqi yoxdur, Pərvizin də. Mən ona etirazımı bildirəcəm. Meyxanadır yəni. Mən bilsəydim birinci onda gəlib sizdən icazə alardım. Yox, əslində mənim icazə almaq lazımdır. Yox, siz mənə aqressiya göstərirsiniz. Məndən Allah icazə almaq aqressiya lazımdır. göstərmirəm, amma gələndən siz mənə aqressiyalısınız. Estağfurullah. Hər kəs məndən Mənim sizinlə o boyda münasibətim amma yoxdur. siz keçmişsiniz pərdənin dalını oradan ancaq Mənim sizinlə o boyda dərin münasibətim yoxdur axı. Bu normal haldır ki. Mehriban, bax mən burada müdaxilə Amma edirəm. düz Ehtiyac da yoxdur danışmaq ona, ona lazımdır. ehtiyac da yoxdur. Mən o yorumu görmüşdüm, cavab da yazmamışdım. Ne üçün? Bilirdim səhvəm deyə ona görə cavab Allah yazmamışam. köməyiniz olsun. Mən Mehriban heç nə, xanım, mən sizə yalan ola bilsin mənim danışaram. sözüm xoş gəlmir. Məndən əlavə Mənə Allah haqqı heç bir şey Yox, üzr xoş gəlir. istəyirəm, Mənə üzr ümumiyyətlə istəyirəm. heç bir şey dünyada Bir dəqiqə düzlükdən olar, başqa mən heç bir nə dənə ola danışım. bilməz. Prosta mənə xoş gəlməyən bircə kəlmə şey var. Nə idi? Yazdığınıza da Qurana and olsun. Bir Allahım şahid Nədir sizə borcluq xoş günü. gəlməyən? Mənə xoş gəlməyən gələndən mənə beləncələ dayanıb Allah şahiddir ki, Allah şahiddir ki. Allah Mənim yox, sizə- buradakılar şahid. Yo, ən böyük şahid Allah Allah. şahid hər yerdə. Allah göydədir. Yo, yo, Allah hər şeyi yerlərdə Allah şahid. göydə, Hə. Allah hər yerdədir. Ola bilər həyəcanlı. Allah hər yerdədir.
Həyəcanlanma. Bax, və biz Allahdan həyəcan böyük deyilik. şahid yoxdur. Sən yəni Yox, biraz estağfurullah, mən Sən bir aqressiv- söz deyim. İroniyalı Mən insanlar. dinləyim. Mehriban xanım, Ruslan yazıb ki, oradakı mahnını sildim. çox bərbad Üzr oxumusan. istəyirəm. O sənin xətribə deyil. üzr Vallahi istəyirəm. gördüm səhv eləmişəm, sildim. Üzr Və görsün. istəyirəm. Yox, YouTube'da da ayağımızın yoxdur. səhvi var. TikTok'da, Mehriban xanım. TikTok'daydı, onu da sildim, Mehriban xanım, getdi mənim vallahi. bir sözünə görə səhvlərim var, günahlarım var. Səhvsiz insan yoxdur. Allah Amma günahlarımızı bağışlasın. amin, amin. Amma məsələ odur ki, mən bir şey demək istəyirəm. Bax, adicə siz özünüz, sizin bir mahnınızı bir neçə müğənnilər oxudu, siz onlara etiraz bildirdiniz. Leyla'ya sən bu günəcən həzm elə bilmirsən. Yox. Dedim səndən gələ icazə alıydı. Məndən Yo, getmir söhbət. yo, elə Burada deyil axı. Mənim mahnım mənə- 3 gün idi çıxmışdı. mənə hətta Leyla yandıran xanım bir götürüb söz mahnımı nədir? oxudu. Mənə hətta bir Trenddə söz- ola. Yo, düz danışmadınız. Mənə hətta bir Yenə də düz Ay, danışmadınız. belə Yox, mənə hətta yox. bir söz yandıran nədir? Sizin mahnınız bir gün çıxsa, 2 gün çıxsa, mən durub bu mahnını oxusam, mənim başımı vurub yararsınız. Yox, əslində mən demirəm, niyə etiraz eləmisiniz? Mən biraz belə danışaram, demir- doğru yox, danışaram. Mən demirəm niyə Üzrünüz etiraz olsun, eləmisiniz. ekran Amma deyirəm qarşısında görürsünüz siz elə. hələ öz Üzülün mahnınız. şübhan olsun. Mən demirəm niyə etiraz eləmisiniz. Hətta deyirəm ki, sizin öz mahnınız Elə ola. mənə zəng eləyərdi, sənət yoldaşıydıq da biz, düzdür? Necə? Bəlkə heç mənim ağlım kəsmirdi, mən heç mən bilmirdim. Yorum yazdığınızda nə var ki, Instagramda, TikTokda o qədər mənim nömrəm var. Zəng eləyərdiniz mənə, mən yad onu deyiləm ki, silməyəcəkdin. mən Sən yad onu deyiləm ki, silməyəcəkdin. Bax, Quran sənə haqqı bir söz siləcəkdim, deyim. nə silmirəm Bax, ki. Allah, Desəydim Mehriban, üzr istəyirəm, səhv eləmisən ifadəmə görə orada. Buradan sözü Nə qədər sevənləri var onun. Yəni Üzr o istəyirəm. ölməyibdi, o həqiqətən Əlbəttə ki, yaşayır. ölməyib, o yaşayır O həmişə. rəhmətə getməyib, o yaşayır. Bəli. Çünki onu o qədər sevənlər var ki, heç bir zaman onu unutmayacaq. Amma mən Bəli. də sadəcə olaraq bir şey demək istəyirəm ki, hər şey tələb edirsiniz, hər şey. Valla biz o günlərim Allah rəhmət eləsin, üstünə getmişdik, üstündə bir dənə Allahın bir qərənfili yox idi. Aparıb qoymuşdunuz. Siz ziyarət edirsiniz. İndi qulaq asın, mən sizə bilmədiyiniz şeyi danışmayın, insanların haqqına girməyin, hər şey qərənfillədir. Vüqar mənim qaldığım evin yolun üstündə olur. Mən demək olar ki, elə hər həftədə 3 dəfə, 4 dəfə evdən keçəndə onun qəbrinə deyib gedirəm. Yəni bilmədiyi şeyləri Mehriban, insanların Məni haqqına hamı- girməyin. Məni hamı Sən bilirsiniz xanımsan, necədir? səni var, bax, Mən bax, elə işte. bilmirəm, Hər mən şey tək qərənfillə deyiləm, mən tək ölçülmür. deyiləm. Sən Mən heç kim bir dəqiqə sən. Ümumiyyətlə hamı mən hansı mahnı çıxardıram, ya mahnımı oxuyurlar, ya bir problem çıxardırlar, ya haqqıma girirlər. Nə var, mən yenə də deyirəm, siz kişi xeylağısınız. Bir kişisiniz, Azərbaycanın bir kişisiniz və qeyrətli oğulsuz həqiqətən. Siz gəlib mənə zəng edib desəydiniz, Mehriban, qızım, sən bunu həqiqətən səhv eləmisən, ayıbdır. Səni qınayarlar. Deyərdim ki, başım üstə. Bilirsiniz necədir? Bax, mən burada adi bir dənə sözü işlətdim. Siz mənə reaksiya verdiniz ki, mən bilmədim, elə səndən icazə almalıymışam. Mən fikirləşirəm ki, mən sizə zəng vursam, sən kimsən mənə Əslində yıxırsan? deyəcəkdi ya, Mehriban elə adamdır. Sən kimsən Mehribana mənə mən zəng yığmısan? vursaydım ki, Mehriban elədir. Bax, Mehriban burada danışır. Bax, bir Mehribandır, əsəbləşir tez. Mən onu başa düşürəm. Bax, Vüqarın o qədər gözəl əl yazmaları var. Götürün onları icazə. Lap istəyirsiniz mən sizin yerinizə icazəm. Götürün, oxuyun, Seçim yaşadın. verin, oxuyaq. Niyə oxumayaq ki? Kitabı var onun. Kitabı Mən var, siz götürün, onun oradan kitabını verərəm. Oturun, baxın, özünüz seçin oradan. Gözəl sözlər var. Vallahi. Amma Oxuyun. Mehriban istedadlı xanımdır. Mən sizə Mən Mehriban xanım bilirəm ki, ali savadlı müğənnidir. Allah Və bugün onun saxlasın. yolunu kəsənlər də var, toydan onu buranlar da var. Mən bunu bilirəm. O mərdimazar Amma əlləri də niyə var. görə dilivin ucbatına? Səninlə bir yerə Yo, çıxmaya yo, ehtiyat dilimin, edirlər. yox, dilimin ucbatı. Niyə üçün? Ehtiyat oxumağa görə də ehtiyat eləyə bilərlər də uzaq başı. Niyə belə adamın məndən də ürəyində gözəldilər, heç məndən də qəşəngdilər. Nə olub ki? Mehriban xanım ali savadlı Oley. müğənnidir. Mən Ay, bilirəm. çox Çünki savadlı müğənnidir. bir neçə verilişlərdə də görmüşəm canlı oxumağını. Yəni mən Bugün də görürsüz, görəcəksiniz. burada da təklif edirəm ki, Vüqarın o qədər gözəl əl yazmaları var. Əbdülov Vüqarın məsəl üçün böyük ustadımızdır. O qədər əl yazmaları var ki, götürün oxuyun da. Biz ona etiraz Uca dağlar eləməliyik ki, başında. əksinə bizə xoş olar.